bağlı bir xəbərdarlığı diqqətinizə çatdıracağıq. Belə ki, növbəti 4 gün ərzində nə az nə çox 41 dərəcə isti olacağı gözlənilir. Gündəm xəbərinin efirində 21 avqust tarixidir və məlumatımız isə belədir. Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin məhz Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə məhz avqustun 22-sindən etibarən, yəni sabahdan 22-si, 23-ü, 24-ü və 25-i də daxil olmaqla havanın maksimal temperaturunun həm Bakı və Abşeron yarımadasında 33-38 dərəcə olacağı, bundan ziyadə Azərbaycanın digər bölgələrində, rayonlarında da havanın temperaturunun məhz 35-38 dərəcə, Mərkəzi Aran və eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə isti hava şəraitinin 40-41 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Bəlli, Milli Hidrometeorologiya Xidmətindən isti hava ilə bağlı bir xəbərdarlığı diqqətinizə çatdırdıq. Siz də hava şəraitinə görə planlarınızı qursanız daha yaxşı olar.